Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 7 mart 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacağıq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə müasir dünyada unikal müttəfiqlik modeli, Azərbaycan və Türkiyə enerji sahəsində həyata keçirdikləri nəhəng layihələrlə Avrasiyanın enerji xəritəsini dəyişdirən strateji tərəfdaşlardır başlığı ilə yazı dərc olunub. Dünyaya nümunə olan, daim güclənən Azərbaycan-Türkiyə münasibətləri inkişaf edir. Əməkdaşlığın yüksək səviyyəsi hər tərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. İki qardaş ölkə arasında siyasi dialoq ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra daha da möhkəmləndi. Prezident İlham Əliyevin dövründə isə ən yüksək səviyyəyə çatdı. Həmçinin ilk səhifəmizdə digər səhifələrdə yer alan yazılarında başlıqlar verilib. Qəzetimizin ikinci səhifəsində isə Türkiyə-Azərbaycan münasibətlərində yeni səhifə açıldı başlığı ilə yazı yerləşdirilib. Azərbaycan və Türkiyə bir millət, iki dövlət olduqlarını bir daha dünyaya nümayiş etdirdi. İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi ilə ölkələrimiz arasında daha bir vacib əməkdaşlığın başlanğıcı qoyuldu. Naxçıvanın enerji təhlükəsizliyində strateji addım başlığı ilə isə 3-cü səhifəmizdə yazı yerləşdirilib. Azərbaycan-Türkiyə münasibətlərinin əsas inkişaf dövrü 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başlayıb. Osmanlı dövləti Gənc Cümhuriyyəti ilk gündən siyasi, hərbi və mənəvi cəhətdən dəstəkləyirdi. Nəhayət 1918-ci il sentyabrın 15-də Azərbaycan və Osmanlı orduları çiyin-çiyinə döyüşərək Bakını düşmən işğalından azad etdilər. Lakin bu isti münasibətlər uzun sürmədi. Bolşeviklərin bölgəyə daxil olması Azərbaycan-Türkiyə əlaqələrinin qarşısını aldı və iki qardaş xalq bir-birindən uzaq düşdü. Qəzetimizin 4-cü səhifəsi isə 1-ci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib başlığı ilə verilib. Bu səhifədə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət başlıqlı yazıda qeyd olunur ki, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-sında Gəncə şəhərinə səfər ediblər. 1-ci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Həmçinin 5-ci səhifəmizdə də 1-ci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib başlığı ilə yazılar yerləşdirilib. Bu başlıqları sizə təqdim edirik. 1-ci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər Birləşmiş Xəstəxanasının perinatal mərkəzində olub. Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanışlıq. 1-ci vitse-prezident Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub. Son olaraqsa Gəncə Memorial kompleksinin layihəsi ilə tanışlıq. Baş prokurorluq ilə Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. Başlığı ilə isə 6-cı səhifəmizdə məlumat yerləşdirilib. Martın 5-də Milli Aviasiya Akademiyasının rektoru Akademik Arif Paşayev və Azərbaycan Respublikasının baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev arasında görüş keçirilib. Görüşdə əməkdaşlıq haqqında 23 sentyabr 2020-ci il tarixində imzalanmış saziş çərçivəsində Milli Aviasiya Akademiyası və prokurorluq arasındakı səmərəli əlaqələri, kadr hazırlığı sahəsindəki qarşılıqlı fəaliyyətin əhəmiyyətini, habelə əldə olunan müsbət nəticələri nəzərə alaraq əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə müvafiq razılıq əldə olunub. 7-ci səhifədə isə siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam siyasi dialoq ənənələri daha da dərinləşir başlıqlı yazı dərc olunub. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə martın 6-sında Xankəndi, Əsgəran və Xocalıya təşkil olunub. 8-ci səhifəmizdə ürəklərimiz də bir, biləklərimiz də bir, Azərbaycanla Türkiyə daha bir tarix yazdı başlıqlı məqalə yer alıb. Bir ananın iki oğlu, bir ağacın iki qolu olan Azərbaycan və Türkiyənin bu iki qardaşın arasına heç kimin məsafə qoya, könüllərimiz arasında heç kimin sərhəd çəkə bilməyəcəyini, aydın bir gələcəyə birgə addımlayacaqlarını da Əhməd Cavadın sözləri ilə bildiriblər. Mən türk övladıyam, dərin ağlım, zəkam var. Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar. Nə qədər ki hakimlik var, məhkumluq var, mən varam, zülmə qarşı üsyankaram, əzilsəm də susmaram. İşıq nur onun varlığında, əməllərində idi başlığı ilə isə 9-cu səhifəmizdə maraqlı və əhatəli bir yazımız yerləşdirilib. Bakı Dövlət Universitetində Jurnalistika Fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Nəsir İmanquliyev haqqında çox yaxşı insandır. Yetim yesirin atasıdır, tələbələrini öz övladları kimi sevib, nur onun fitrətindədir. Sözləri bizə xeyli inam verirdi.
Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsir İmamquliyev bir jurnalistlik məktəbi yaradıb. Professor cəmiyyətin ən müxtəlif sahələrini əks etdirən samballı yazıları ilə mətbuat tariximizə layiqli töhfələr verib. Onun zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb. 10-cu səhifəmiz isə Qərb Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr edilib. Bu rubrikada isə Atlas geyimli dağlarda ayaq izlərim qalıb başlıqlı məqalə dərc olunub. Qərbi Azərbaycanda yaşayan soydaşlarımız 200 ildən artıq bir dövrdə fasiləsiz olaraq terrora məruz qalmış, zülm və işgəncə ilə üzləşmişlər. Ermənilərin türklərə qarşı məkirli planları Hamazaps, general polkovnik Doluxanov, Andronik və digər faşist xislətli ordu başçıları tərəfindən hazırlanmış və həyata keçirilmişdir. Ermənilər 1918-1920-ci illərdə qarət və sıxışdırmaqdan kütləvi qırğınlara, quldur basqınlarına bütöv Azərbaycan kəndlərinin sakinlərini ucdan tutmağa qətlə yetirməyə keçiblər. Həmçinin qəddar, türklərə sonsuz nifrət bəsləyən Andronik müsəlmanlardan Qəza ərazisini tərk etməyi tələb edib. Heç yerdən kömək almayan və təcrid olunmuş azərbaycanlılar ermənilərə tabe olmayıblar. Ermənilər azərbaycanlılara qarşı hədsiz amansızlıq göstəriblər. Günün siyasi nəbzi isə 11-ci səhifəmizdə tutulub. Bu hissədə Həsən Riz doğma sakinlərin nəfəsi ilə canlanır başlıqlı məqalə yer alıb. Martın 6-sında Prezident İlham Əliyevin tapşırığı ilə Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonunun Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 25 ailə 75 nəfər doğma yurduna qayıdıb. 12-ci səhifəmizdə də günün siyasi nəbzi tutulub ki, bu səhifədə isə zamanın sınağında Cənubi Qafqazda yeni reallığın diktəsi başlıqlı məqalə yer alıb. Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyi Sumqayıt hadisələri ilə bağlı absurd bəyanat yayaraq Azərbaycanı etnik təmizləmədə ittiham edib. Halbuki tarix və faktlar tam əksini göstərir. 20-ci əsrin sonlarında məhz Ermənistan Azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. 13-cü səhifəmiz isə hadisələr kontekstində rubrikasına həsr olunub. Bu rubrikada isə uğursuz Bayden administrasiyasının 40-ı çıxdı başlıqlı məqalə yer alıb. Trump konqres qarşısında prezidentlik fəaliyyətinin 44 günü barədə 1 saat 40 dəqiqə çıxış edib. Trump administrasiyasının iqtisadi, immiqrasiya siyasəti, milli təhlükəsizlik məsələləri və beynəlxalq münasibətlərə dair fikirləri isə çıxışın əsas mövzuları olub. 14-cü səhifəmiz isə iqtisadiyyat xəbərlərinə həsr olunub. Bu səhifədə aqroparklar iqtisadiyyatın inkişafına töhfə verir. Bu müavinətlər artırıldı. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2024-cü il rəqəmsal hökumət üzrə inkişaf göstəricilərini açıqlayıb. Son olaraqsa yeni layihə Şahdəniz kompressor platforması başlıqlı yazılar yerləşdirilib. Qəzetimizin 15-ci səhifəsində isə Dünya Bugün xəbərlər rubrikasında son 24 saatın maraqlı məlumatları yer alıb. Həmçinin 15-ci səhifəmizdə alim ömrünün mənəviyyat və vicdan bütövlüyü, eyni zamanda yeni dünya düzənində texnoloji inqilab başlıqları ilə məqalələrdə dərc olunub. 16-cı səhifəmiz, yəni son səhifəmiz isə hava haqqında məlumat və idman daim zirvələrdə rubrikaları ilə yekunlaşır. Beləliklə bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.